Salam aleykum əziz müsəlmanlar. Bildiyimiz kimi bu günləri Qurban Bayramı günüdür. Bu münasibətlə bütün müsəlmanları təbrik edirəm. Allah kəsdiyiniz qurbanları qəbul eləsin. Amin inşallah. Qurban Bayramı gözəl bayramdır. Və onun gözəlliyi ilə yanaşı eyni zamanda hikmətləri də var. O hikmətlərindən biri budur ki, kasıblar təam dadırlar. Kasıbların qarnı doyuzdurulur. Eyni zamanda hikmətlərindən biri budur ki, varlılar kasıbların halından agah olurlar. Allah Quranda buyurur ki, İslam Peyğəmbəri bizim üçün nümunədir. İslam Peyğəmbəri öz dövründə 2 qurban kəsərdi qurbanlıqda. Biri öz ailəsi üçün, digəri isə qurban kəsə bilməyənlər üçün. Həqiqətən də gözəl sünnədir. Və bu günləri müsəlmanlar da İslam Peyğəmbərin sünnəsinə uyaraq bu missiyanı yerinə yetirməlidirlər. Və ən ümdə olan məsələlərdən birini də nəzərinizə çatdıracağam. Müdriklərdən birinə sual verirlər. Ustadım, qurbanlıq üçün nəyi kəsim? Həmən ustad buyurur, qeybət etməyi kəs, qul haqqı yeməyi kəs, yalan danışmağı kəs, haram yeməyi kəs, israf etməyi kəs. Xoş o kəsin halına ki, qurban kəsməklə yanaşı, bax, bunları da kəsir. Bir daha bayramınız mübarək. Salam aleykum.